Herkesi yazan zəhmət olmasa. 128'i fikirləşək, eyni şeydir. Bayaq kimi. Yazaq cavabları chatda hesablayaq tez. Yaza bilən var. Nəzrin nə cavab aldın? Müəllim yerine koydum ama cevap alabilmedim. Bu burada əksidir artıq. Yaddaş verilməyib. Yaddaş bizim üçün x olacaq. Bayaq Odur bərabər fikirdə 72 vurulsun 512 9. simvollu bir əlifba ilə yazılmış. Mətin 72 simvoldan ibarət. Mətin yaddaşda nereden yer tutar? H 512 bərabərdir. mənim 2 üstü 9'dur diye orada 9'u Simvol götürürük. vurulsun et. Deməli 512 simvollu əlifba ilə yazılıbsa bir simvol yaddaşda nereden yer tutur? 9. Hə, 72 simvoldan ibarətdir. 72 vuraq 9. H bərabərdir. 72 vuraq 9. Burada belə yaz. 648 9 edir. vuraq 9 vurulsun 8 yaz. Yəni 2 üstü 3. İndi deyir bu Al. yaddaşda nereden yer tutur? Bu bitdi ölçü vahidi olaraq. Biti nəyə çevirəcəm? Baxıram ki, variantda baytla Ay. cavab verilib, bitlə verilib. Amma böyük ifadə verməyib də. Deməli onda mən biti bayta çevirəcəm. 2 üstü 3-ə, yəni 8-ə böləcəm. Düşəcək 81 bayt. Başa düşdük? Sadə bir şey. Kim anlamadı? Mən anlamadım müəllim. Sən İzah al, edə bilərsən Toması. eləyərəm. Baxın. 512 simvol. Bax, H bərabərdir. Simvol vurulsun end elə. Düsturumuz. Simvol deyəndə 72 simvol qoyursa, bax deyir 72 simvoldan ibarətdir. 512 simvolu deyirsə, bir simvol yaddaşlarında yer tutur. 9 bu. 9, 2 üstü 9'da. 72 vurdun. Deyirdim ki, simvollu əlifba deyəndə ölçü vahidi olaraq nə götürürsən? Ay. Byte niyə götürsən? İndicə demədim, bit götürürsən. Bit götürüyorum müəllim, bit. Byte Unicode-dan askidə. Bəli. 72 vuraq 9 bit. İndi baxıram ki, variantlarda elə böyük ifadə yoxdur. Deməli, biti byte-a çevirməliyəm. Biti byte-a çevirəndə kim deyir, nə edirəm? Bölürük. Neçəyə bölürük? Üst üçə. Yəni 2 üstü 8-ə. 3 müəllim. 8. Bununla bu ixtisar getdi, qaldı 9. 9 əvə 9 neçə eləyir? 81. Başa düşdük? Bəli müəllim. Bu belə. Bəli müəllim, indi anladım. Növbəti sualımıza baxaq. Deyir, bir simvol yaddaşda 7 bit yer tutur. Həmin əlifba neçə simvoldan ibarətdir? Əgər bir simvol 7 bit yer tutursa, deməli bu aldığın ifadə, yəni 7 biti 2-nin qüvvətində yazsan sən, ümumi simvolların sayını tapacaqsan. 2 üstü 7, yəni 128. Bu qaydada. Başa düşdükmü mənim? Bu belə. Bəli müəllim. Sonra baxın. Gözün görün bizə dəqiqə.
Bizə deyirə. 256 simvol yaddaşda 192 bayt yer tutur. Bu sistemdə maksimum neçə müxtəlif simvol kodlaşdırmaq olar? Deməli, bayaqki düsturdan h bərabərdir. Simvol Vurulsun N. vurulsun n. 256 simvol. Yaddaşda deyir 192 bayt yer tutur. Vurulsun n bərabərdir 192 bayt. Düzdür? Deyir, bu sistemdə maksimum neçə müxtəlif simvol kodlaşdırmaq olar. Sən buradan n-i taparsan. N-i tapmağın üçün bu baytı bitə çevirək gəlin. Çünki n-imiz burada bilmirsən də nədir? 256 vurulsun n bərabərdir. 192 vurulsun 8. Belə yazdım. Buradan n-i tapsam 192 vurulsun 8 bölünsün 256 eləyəcək. Düzdür? 256. 256 ilə bax bu 8 ixtisar getdi. Burada neçə düşür? Bu 2 üstü 8-dir, bu 2 üstü 3-dür. Burada düşdü 2 üstü 5. 192 32 2 üstü 5 də 32-də 192-yi böləcəm 32-yə. Neçə düşər? 6 dəfə düşər, düzdür? 6-sı düşər. Eni tapdın 6. Deyir ki, maksimum neçə müxtəlif simvol kodlaşdırmaq olar? Aldığın cavabı 2-nin qüvvətində yaz. 2 üstü 6. Yəni ki, 128. Başa düşdük? Üzr istəyirəm. 2 üstü 6, 64 verir. Çox üzr istəyirəm. B variantı. Kim aydın olmadı? Başa düşdüm müəllim. Növbəti sualımıza baxaq. Deyir, 5 müxtəlif vəziyyəti kodlaşdırmaq üçün ən az neçə bitə ehtiyac var? 2 üstü 5. 5 müxtəlif vəziyyəti kodlaşdırmaq üçün ən az neçə bitə ehtiyac var? 5 2-nin hansı qüvvətlər arasındadır? 2 üstü neçə ilə? 2 üstü 2 ilə 2 üstü 3-ün arasında, düzdür? Deməli, onda bu 2 üstü 2-dən keçiddir də, böyükdür 2 üstü. 5 də buradadır. Deməli, 5 müxtəlif vəziyyəti kodlaşdırmaq üçün 3 bitə ehtiyac var. Kim aydın olmadı? 5-dən sonra elə bil ki, 2-nin qüvvəti neçədir, onu götürürsən. Kim başa düşmədi? Başa düşdüm müəllim. Növbəti sualımıza baxaq. Zəhmət olmasa 124-cü sualı da özünüz yazın. 124-ü. Fikirləşək. Yaza bildik. Hamı yazsın da zəhmət olmasa. Nurə xanım yaza bildiniz. Yirmini 8'e vurdum, 160 aldım, orada kalmış. Neçəyə vurdunuz? 20'ni 8'e. 8-i hardan aldınız? 64 2 üstü 8 değil. 64 2 üstü 6'dır. Oo, güzel. Anda 6'ya Qüvvətlərini bakalım. gəlin zəhmət olmasın. D variantı müəllim. 120. Gözləyim baxacağım. Nəzrin yaza bildin? Onda 120, onda Benim- bayta çevireyim. Mən elə ancaq
Bu birinci hissəsini elə bildim. O 20-ni vururam Deməli ki, 60-a. burada nə var 20 ki, vururam baxın. 6-ya. H bərabərdir, H bərabərdir. Simvol vurulsun, vurulsun endi də, düzdürmü? 64 simvol deyirseniz neçə olacaq? 6. Müəllim, Altı. mən 20 mən simvoldan təsəvvür ibarətdir. 20-ni vurmuşam 26-ya 6-ya vura yazmışam biləcəyik. 60. Nə? Mən çaşıb 20-ni vurmuşam 6-ya cavab Yaxşı yazmışam olur, 60. zəhmət Ona olmasa. görə. 26-ya vurdum, 120 elədi. 120 bitdi. 20. Səndən deyir ki, cavab baytla ifadə elə. Altı. 20 bitimi 8-ə böləcəm. Neçə düşəcək? 15 düşəcək də. 15 byte. Başa düşdük? Müəllim icazə olar. Olar. Bəli, müəllim. Bit bayt cəbinə 203-ə vuracaqdı. Onda tam əksinə eləyir. Biti bayta çevirəndə 203-ə vurmursan, bölürsən. Doğrudur. Bit baytdan balacadır. Hə, aydın. Ağacadan böyüyor. 119-cu suala baxaq. Deyir, printerin çap sürəti saniyədə 1 kilobayt təşkil edir. Bu printer 1 saniyədə 1 saniyədə 1 kilobayt informasiya çap edir. Bax, printerin çap sürəti saniyədə 1 kilobayt təşkil edir. Yazdı mı bura? Əgər hər vərəqdə, hər bir sətrində 32 simvol olmaqla bu printer 1 saniyədə 1 kilobayt informasiya çap edir. İndi belə bir həcmimiz var bizim. Əgər hər bir vərəqdə, hər bir sətrində 32 simvol 48 sətr yerləşərsə, 50 vərəqin çapı üçün neçə saniyə lazım? 50-yə də vuraram bunu. Neçə saniyə lazım? Bax, bu əgər 1 saniyədə 1 kilobaytsa, bu nə olacaq bəs? O da x kilobaytdır da. X kilobaytımı 32 vurulsun, 48 vurulsun 50. Bura qədər kim aydın olmadı? Məsələnin şərtində nə ASCII verib, nə Unicode verib, nə simvollu əlifba verib, nə götürərəm? Askı. ASCII. Bir tez 1 kilobaytım, ASCII-də bir simvol 1 baytdır. Onda tez kilobaytı bayta çevirərəm də eyni ölçü baytacaq. Biri vuraram 200 sonra. X-ımdakı 32 vurulsun, 48 vurulsun, neçədir? 50. İndi buradan X-i tapsam, 32 vurulsun, 48 vurulsun, 50 bölünsün 210. Bu 210, bundan bu ixtisar getdi. Buradan qaldı 205. Düzdür? Belə deyək. 205 bir dəqiqə gözləyək. 48-i neçə yazaram? 48-i 204 vurulsun 3, vurulsun 50 yazaram. Bölünsün 205. Buradan bir ixtisar getdi. Buradan qaldı 2. 2 ilə 50 ixtisar getdi. Buradan qaldı neçə? 25. 25-i 3-ə vuranda neçə eləyəcək? 75. Aydın oldu. Kim başa düşmədi? 120-ci sualda da bu dəfə dəqiqəni verib səhifəni soruşur. Hesablayın görüm ona nə deyərsiniz? Ya da gözləyin. Gözləyin görüm yuxarıcı nədir? 118-i yazın, sonra onu yazarsınız. 118 yazaq. Zəhmət olmasa hamı yazsın. Kim yazanmadı? A variantı müəllim. Bilmirəm, cavab indi yazacaq. Baxaq görək. Mənim 45.
Günay xanım ne aldınız? Gültaç ne aldın cevap? Aldım müəllim, 45 aldım. Mən 45 almışdım, almışam. Dedim bəli. Elşən sen. Printerin çap sürəti saniyədə 2 Sallayın abi. kilobayt təşkil edir. Yəni bu 1 saniyədə 2 kilobayt informasiya çap edir. Əgər hər vərəqdə, hər sətrində 32 simvol, 48 sətr yerləşirsə, 60 vərəqin çapı üçün neçə saniyə lazımdır? 2 saniyə lazımdır. Tez deyirdim ki, məsələ şərtində ASCII-də Unicode verilməzsə, sən bir simvolu yaddaşda tutub, ASCII-də hesabla. Onda deməli, biri 2 vurulsun, 2 üstü 10 bayt kimi götür. İkisi də ki, 32 vur, 48 vur, 60 kimi götür. İkisi buradan tapsan, 32 vurulsun, 48 vurulsun, 60, bölünsün indi, 2 vurulsun, 2 üstü 10. Deməli, bax, burada bundan bir ixtisar getdi. Burada qaldı 2 üstü 5. 2 üstü 5. Burada 2 də var idi. Elədi 2 üstü 6 idi. 48 vurulsun 60 bölünsün 2 üstü 6. Belə qaldı da. 2 üstü 6. 48-i neçə yazarsan? 2 üstü 4 vurulsun 3 yazarsan. Vurulsun 60 bölünsün neçə? 2 üstü 6. Buradan bu ixtisar gedər. Qalar 2-nin kvadratı yəni 4. 4-dən 60 ixtisar gedər. Burada qalar 15. 15-i 3-ə vurarsan neçə düşər? 45. Kim anlamadı? 120-ci sualda zəhmət olmasa yazın görüm. Yüz 120 yazaq. D variantı müəllim. İndi həll edelim. Hesablayıram indi. Printer 1 saniyədə 1 kilobayt informasiya çap edilir. Printer 1 saniyədə 1 kilobayt informasiya. Yəni 210 baytda bayta çevirsin. Əgər bir səhifə, hər bir səhifədə 32 sətr, yəni 205, hər sətrində 64 simvol, yəni 206, ibarət olarsa printer 1 dəqiqəyə neçə? Bu dəfə səhifə sayı yoxdur burada ikisi. Özdə dəqiqəni bu dəfə özü veribdir. 60 saniyə. Bir dəqiqəmiz 60 saniyədə. Çünki 1 saniyə eləmişdim. Buna görə dəqiqəni çevirdim. İndi buradan ikisi tapsam 2 üstü 5 vurulsun 2 üstü 6 vurulsun ikisi bərabərdir. 60 vurulsun 2 üstü 10. İkisi buradan tapsam ikisi bərabərdir. 60 vurulsun 2 üstü 10. Bölünsün 2 üstü 5 vuraq 2 üstü 6. Yəni 2 üstü 11. Bunlar ixtisar getdi. Burada düşdü neçə? 2. 60 da 2-yə bölsə neçə düşdü? 30. Aydın oldu. Bəli müəllim. Buradaydı. Kim nəyi başa düşmədi? O yazmayanlar bildi mi? Mən orada bir dənə şey səhv elədim ki, 60-ı 2-yə vurdum bölməyin əvəzinə. Bölməlisən. Niyə vurursan ki? Yerlərini çaşdırdım. Mhm. Bu belə. İndi qulaq asın. Baxın. İndi müəyyən şeylər var, onları demək istəyirəm. Deməli, bax. 95-ci suala baxın, zəhmət olmasa. 95-ci sual. Bunu izah edəcəm. Bunu bunun üzərində testlərdə yaza bilərsiniz.
Deyir ki, aşağıdakı məlumat verilmiş ASCII-də kodlaşdırılmış eyni simvolların sayını tap. Eyni simvolların sayını istəyir səndən. Baxın, belə bir şey deyim ki, eyni simvolların sayı desə nə edəcəksiniz? Özdə ASCII-də deyirsə bir simvol yaddaşda 8 bit, yəni 1 bayt yer tutur. Ona görə bunu 8 böləcəyik. Əgər desəydi Unicode-da onda 16 böləcəyik. Əgər desəydi 64 simvollu əlifba ilə kodlaşdırıb onda 6 bölərdim. 64 çünki 2 üstə 6-dır. Deyərdi ki, 256 simvollu əlifba ilə kodlaşdırıb onda yenə 8 bölərdim. Bunu bu qaydada sağdan sola da, soldan sağa da sahib bölə bilərsiniz. Fərqi yoxdur. Bölək. ASCII-də dediyinə görə 8 bölək. 1, 2, 3, 4, 5, 6, 7, 8. Baba belə böldük ortada. 1, 2, 3, 4, 5, 6, 7, 8. Qaydada böldük. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. İndi baxaq. Baxın, bunu gəlib bir dənə hərflə işarələyək. Bu bir simvoldur da A hərfi tutaq ki. Baxıram ki, bax bu soru 1-dir, bunun soru 0-dır. Eyni deyil də, burada bir B hərfi deyir. Baxıram ki, bu 0, 1. Sonra gəlir 4 dənə 0. Burada da yenə 4 dənə 0-dır, görürsünüz. Bunda soru 1, 0-dır. Görürsünüz. Deməli, bundan bu eynidir. Onda deməli, bu da A-dır. Sonra baxıram ki, bunun sonunda 2 dənə 1 var. Bu fərqlidir. Hələ sonunda 2 dənə 1 ilə yekunlaşan yox idi. Bu C-dir. Sonra baxıram ki, bunun başlanğıcı 0, 1, sonra 0. Bundan bu da fərqlidir. Bu da bir D-dir. Deyir ki, indi baxın. Əgər bizə desə burada eyni simvolların sayı. Bax, 2 dənə A-lar eyni oldu da. Eyni simvolların sayı neçə dənə oldu? 2 dənə. Desə ki, müxtəlif simvolların sayını tapın. Müxtəlif desə, təkrarlananlardan birini götürürsən, yəni bir dənə A-yı, sonra bir dənə B-yi, sonra bir dənə C-yi, bir dənə D-yi götürsən, o heç. Təkrarlananan birini götürürsən, yəni 4 dənə olur müxtəlif desə. Desə ki, təkrarlanmayan simvolların sayı B, C, D. 3 dənə. Başa düşdük? Bax, Bəli. eyni simvol desə 2 dənə oldu eyni. Desə ki, təkrarlanmayan BCD 3 dənə. Desə ki, müxtəlif onda təkrarlanan birini götürürsən. Buradaydı. Bu belə. Sonra, indi qulaq asaq bura zəhmət olmasa. Əgər biz səs informasiyasını da kodlaşdıra bilərik də kompüterdə. Kompüterdə səs informasiyasını kodlaşdırmaq üçün, yəni kompüterin yaddaşında səs informasiyası da kodlaşdırılır. Baxın indi, qeyd-kimdə götürün. Bu ilə onu keçirəm, Word-ün özündə yazacağım. Bir deyirəm. Məsələlərdə qabağınıza çıxacaq. Baxın, deyəcək ki, səs informasiyasının həcmi hesablayın. Səs informasiyasının həcmi hesablamaq üçün H bərabərdir. T, yəni zaman, vurulsun. Aşağı səviyyəli desə, aşağı səviyyəli kodlaşdırma ilə desə, 5/5 vurulsun. Kilohertz ilə yazırsan, əslində 1000, yəni 5/5 vurulsun 1000, vurulsun 8. Düsturu bu qaydadadır. Ölçü vahidi həmişə bitdi. Aşağı səviyyədə, aşağı. Yuxarıda H bərabərdir. T vurulsun 44 vurulsun 1000, vurulsun 16. Ölçü vahidi yenə bitdi. Aşağı. Və yuxarı. Yuxarı səviyyədə belədir. İndi qulaq asın. Nə aşağı Müəllim, bu deyək, audio tikədir. Üzr istəyirəm, Bəli. bu audio tikədir. Səs informasiyası dediniz buna, düzdür? Qeyd bəli, edim. səs informasiyası kodlaşdırılması. Məsələnin şərtində Çox T-yi verəcək, düsturda yerinə qoyub hesablayacaqsın. Məsələnin şərtində nə aşağı verər, nə yuxarı verər. Deyər ki, diskretləşmə tezliyi, məsələn, belə deyək də 32-dir. Onda artıq aşağı yuxarı yox, belə deyək də 32 desə, məsələn, 5 dənə hesablayacaqsın. Çünki 32 üstü 5-dir. Da, yəni bayaqçı kimi, necə ki simvollu əlifba deyək, orada düşüb bir dənə səs siqnalı yaddaşda 5 bit yer tutacaq. Məsələ budur. Sonra baxın, məsələnin şərtində əgər bunları da verir, 2 kanallı sözünü də versə, 2 kanallı, onda aldığın cavabı 2-yə vur.
Məsələnin şərtində 2 kanalı sözünü görsən aldığın cavabı 2 yapır. Başa düşdük? Bu belə. Sonra qeyd elədiksə indi bunu silirəm. Yazıram ki, məsələn, belə bir sual düşər. Deyər ki, M bitlə kodlaşdırıla bilən simvolların sayı nə qədərdir? Deyər ki, məsələn, 3 bitlə kodlaşdırıla bilən simvolların sayı nə qədər desə, cavab olacaq 203. Yəni 8. Ona görə qayda kimi yazırıq ki, M bitlə kodlaşdırıla bilən simvolların sayı desə 200 deyil. Məsələn, 10 bitlə kodlaşdırıla bilən simvolların sayı desə eləyəcək 210. Yəni 124. İndi deyər ki, M bitlə kodlaşdırılan ən böyük simvol. M bitlə kodlaşdırılan ən böyük simvol 200-N çıxılsın 1. Yəni ki, məsələn, 4 bitlə kodlaşdırılan ən böyük simvol desə, 204 çıxaq 1. Yəni 204, 16, 16-dan 1 çıxırıq 15. Başa düşdük məni? Bəli, müəllim. Deməli, nə oldu? M bitlə kodlaşdırılan ən böyük ifadə deyəndə nə oldu? 200 deyil. M bitlə kodlaşdırılan ən böyük ədəd nə oldu desək, üzr istəyirəm. M bitlə kodlaşdırıla bilən simvolların sayı, maksimal sayı nə qədər desə, 200 deyən oldu. M bitlə kodlaşdırılan ən böyük ədəd desə, 200 n çıxaq 1 oldu. Qeyd eləyə bildik bunu. Buradaydı. Müəllim 200 n-lə kodlaşdırıla bilən ən böyük ədəd 2n, 200 n çıxılsın 1 yazın. Bir də o birisini çatdıra bilmədim. O birisi nə Bax, dediniz? M bitlə kodlaşdırıla bilən ən böyük ədəd desə, 200 n çıxaq 1-dir. Desə ki, M bitlə kodlaşdırıla bilən simvolların sayı nə qədərdir? O 200 n-dir sadəcə. Anladım, çox sağ olun. Buradaydı. Bir də